Bugün Akademik Dövlət Filarmoniyasında mənim 65 illik yubileyimlə əlaqədar olaraq Dövlət Xalq Çalğıları Orkestrinin müşayiəti ilə konsert təşkil olunubdur. Bu konsertin təşkil olunmasından dolayı mən Azərbaycan Akademik Dövlət Filarmoniyasının rəhbərliyinə, eləcə də Dövlət Xalq Çalğıları Orkestrinin bütün üzvlərinə və onun rəhbərliyinə özlərim minnətdarlığımı bildirirəm. Bilirsiniz ki, Elman Əliyev artıq peşəkar bir dirijordur. O, Azərbaycanın əməkdar artistidir. Onun Çinində uzun illərin əməyi, gərgin zəhməti vardır. Özü uzun illər kollektiv rəhbər olmuşdur. Ancaq mənim üçün çox maraqlı oldu ki, mən dəvət etdim ki, Elman gəlsin Bakıda da bizim dövlət orkestrindən konsert versin. Bilirsiniz ki, yaradıcı insan üçün bundan önəmli şey yoxdur. Mən Elman müəllimə can sağlığı, uzun ömür, yaradıcılıq uğurları arzulayıram. Ümumiyyətlə, xoş günlər arzulayıram. Və bu tədbirdə mənim bir neçə əsərim səslənəcək. Əzizimiz Elman müəllimin yubiley günündə iştirak edirik. Bundan çox məmnunuq. Və bu 65 illik yubileydə çox gözəl musiqilər səslənəcək filarmoniyada. Özünün dirijorluğu ilə, rəhbərliyi ilə həm gözəl sənətkar, həm mehriban, səmimi bir dost insandır. Çıxış edir Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, dirijor Elman Əliyev. Üzeyir Hacıbəyli, Koroğlu operasından Uvertura. Gecədə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri çıxış edib. Orkestra yubilyarın özü, dirijor Elman Əliyev rəhbərlik edib. Konsertdə tanınmış ifaçılar Samir Cəfərov, Gülyaz Məmmədova, Gülyanaq Məmmədova, Nuriyə Hüseynova, Bəyim xanım Vəliyeva, Sərxan Bünyadzadə və Cavid Hüseynli səhnəyə çıxıblar. Eyni zamanda instrumental ifaçılar Xəyyam Məmmədov, Çinarə Heydərova, Fəxrəddin Baxşəliyev və Fatma Əliyeva musiqi nömrələri ilə gecəyə rəng qatıb. Milli musiqi ənənələrini özündə birləşdirən konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Bugün biri-birindən gözəl sənətkarlarımız gözəl nəğmələrlə səhnəmizi bəzədilər, yubilyarımızı təbrik edirdilər və mən də Gülyanağımız da elə bizim hörmətli bəstəkar şairimiz Nazim müəllim Quliyevin gözəl bəstələri ilə çıxış elədi. Tədbir çox gözəl səviyyədə, çox gözəl ifaçılar var idi. Yəni, özünüz şahidi oldunuz, yəqin ki, çox gözəl səviyyədə keçdi. Xalq Çalğı Orkestri də möhtəşəm ifası ilə, müşayiəti ilə tamamladı bu gözəl tədbiri. Elman müəllim mənim Naxçıvanda musiqi texnikumunda müəllimim olub. Mən əslində sənətə o hazırlayıb. Boynumda çox böyük haqqı var. Mən bu haqqı heç zaman qaytara bilməyəcəm özünə. Bu da kiçik bir minnət borcu idi ki, mən onun istəyi ilə Süleyman Ələsgərovun Aşıqvari əsərini orkestrin müşayiətində ifa elədim. Uğurlu konsert idi, uğurlu tədbir idi. Elman müəllimə daha böyük uğurlar arzulayıram. Rahim Əkrimoğlu, Atabey Səyyad, Elşad Heydərov, NTV Xəbər, Bakı.